Hələ də Allahım mənə o pulu ver, o münasibəti ver deyə yalvarırsan. Amma niyə istəklərin həyata keçmir, onu bilirsən. Çünki sən hələ də o köhnə, o kasıb, tənha və bədbəxt mənsən. Yəni köhnə şəxsiyyətsən. Beynin, Allah, kainat səni o istədiyin adam kimi yox, hələ də ona sahib olmaq üçün cabalayan dilənçi kimi görür. Reallığı, həyatını dəyişmək üçün o istəyən oyunu dayandırmalısan. O istəmək oyununu dayandırmalısan. Sən artıq o insansan. Artıq istədiyin evdə yaşayırsan. Artıq o pul hesabındadır. Artıq ailəlisən və ya başqa ölkədəsən. Bəs niyə köhnə reallığından yapışmısan? Köhnə məni öldürməyənə qədər yeni reallıq doğulmayacaq. Bugün o statusa keçməlisən. Özünü aldatmağı bugün kəs. İnsanların 99%-i səhv edir. Niyə səhv edirlər? Çünki onlar arzuları gələcəkdə axtarırlar. Halbuki qızıl qanun var. Sən gələcəyi çağırmırsan. Sən indiki anda o insana çevrilirsən. Evi olan, pulu olan, münasibəti olan başqa ölkədə yaşayan. Yəni artıq məndə var vəziyyəti. İstəyirəm deməyi dayandır. İstəyirəm deməyi dayandır. İstəyən olma. O söz, istəmək birbaşa kainata, Allaha siqnal göndərir. Məndə bu yoxdur. Mənə bu lazımdır. Yəni sən nəyisə istəyərək qıtlıq, yoxsulluq proqramı işə düşür. Bunun əvəzinə statusu dəyiş. Sahib ol statusuna keç. Bu məndə var artıq statusuna keç. Pul istəmirsən, artıq varlısan. Münasibət dilənmirsən, sən o güclü bağın münasibət içindəsən. Köhnə məni burax. Köhnə şəxsiyyəti burax. Bir geyim kimi çıxart, kənara at. Geyim köhnəli, çıxardıb, tullayıb, atırıq. Şəxsiyyətimiz də eyni. Köhnə şəxsiyyəti köhnə geyim kimi çıxarın, atın. Hələ də köhnə həyatının problemlarından danışırsansa, deməli yeni reallıq nöqtəsinə keçməmisən. Yeni deyilsən, yeni sən deyilsən. Fiziki olaraq yeni məni hiss et. Fiziki olaraq hiss et. Fiziki olaraq hiss et ki, bu pul məndə var, bu ev məndə var. Artıq yeni ölkədə yaşayıram. Bunu fiziki olaraq hiss et. Yəni söz səviyyəsində yox. Bugün yatmazdan əvvəl və ya gün içində özünü köhnə dərddən qurtulmuş, artıq yeni həyatı yaşayan insan kimi hiss et gün içində. Ki yeniyəm, mənim pulum var, başqa ölkədə yaşayıram. Münasibətin içindəyəm, istədiyim münasibətdəyəm. Reallıq, kainat sənin necə danışdığına yox, hansı daxili vəziyyətində olduğuna tabi olur. Qurtar istəməyi. Hələ də sən istəyirəm deyirsənsə, həyatın heç vaxt dəyişməyəcək.